Sənə desəm ki, hazırda Günəş sistemimizin sərhədini tərk etmiş, qaranlıq kosmosun dərinliklərində, milyardlarla kilometr uzaqda tənha bir dünyalı səyahət edir. O, 50 ildən çoxdur ki, yoldadır. Nə yaşlanır, nə də yatır. Üstəlik 55 dil bilir. Hətta bizim ana dilimizdə salam deyə bilir. Və ən əsası, muğamımızın bütün dərinliyini ulduzlara çatdıra bilir. Bu qoca, lakin ölümsüz səyyah kimdir? Qulağa inanılmaz gəlir. Amma bu dünyalı həqiqətən də mövcuddur. Gəlin sizi onunla tanış edim. Voyager. O, ətdən sümükdən deyil, insan zəkasının ən böyük xəyallarından toxunmuş, metaldan yaranmış bir varlıqdır. O, bəşəriyyətin kainata göndərdiyi ən səmimi, ən kədərli və ən qürurlu mesajıdır. 1977-ci ildə çoxumuz dünyaya gəlməmişdən illər əvvəl iki qardaş, Voyager 1 və Voyager 2 yer kürəsindən ayrıldı. Onlar sadəcə kosmosda gəzməyə yox, əsl böyük tura çıxmışdılar. Təsəvvür et, bir planetin cazibəsindən istifadə edərək sürət yığır. Sanki kosmik bir güclə bir ulduzdan digərinə atılırsan. Bu, onlara Günəş sistemimizin bütün nəhəng planetlərini ziyarət etməyə imkan verdi. Voyager 1 ilk olaraq Yupiterə çatdı. Bizə o nəhəng qaz divinin qırmızı ləkə fırtınalarını ilk dəfə o göstərdi. Sanki bir turist bələdçisi kimi Yupiterin sirlərini bizə açıqladı. Sonra Saturna tərəf yol aldı. Onun möhtəşəm halqalarının buz və qayadan ibarət olduğunu, Titan peykinin isə həyat üçün potensialı olan sirli bir atmosferə malik olduğunu öyrəndik. Voyager 2 isə öz qardaşından daha da irəli getdi. Bəşəriyyət tarixində Uran və Neptunu ziyarət edən yeganə canlı o oldu. Uranın qəribə yana yatmış oxunu, Neptunun isə göy üzü kimi mavi rəngini və saatda 2000 kilometr sürətlə əsən super küləklərini ilk dəfə onun gözləri ilə gördük. O, bizə Günəş sistemimizin ən qaranlıq və ən soyuq künclərindən hekayələr danışdı. Bəs hazırda bu qoca səyyah hardadır? Voyager 1 2012-ci ildə heliosferanı, yəni Günəşimizin maqnit sahəsinin təsir dairəsini tərk etdi. O, artıq bizim evimizdən çıxıb ulduzlar arası boşluqdadır. Bu o deməkdir ki, o artıq Günəş sisteminin həyətindən ayrılıb, milyardlarla digər ulduzların arasında tək başına üzür. Voyager 2 də 2018-ci ildə onun ardınca gəldi. İndi bu qoca dünyalılar bizdən o qədər uzaqdadır ki, onlardan gələn bir siqnal işıq sürəti ilə belə bizə təxminən 23 saata çatır. Təsəvvür et, bir dosta salam deyirsən və cavabı bir gün sonra alırsan. Amma hər ölümsüz hekayənin bir sonu var. Onların içindəki nüvə batareyaları tükənir. Yaxın bir neçə il ərzində Voyagerlərin sonuncu cihazı da sönəcək. Onlar bizimlə bütün əlaqəsini kəsəcək, qulaqları kar olacaq, gözləri yumulacaq. Onlar kainatın səssizliyində tənha, amma qürurlu bir ruh kimi sonsuza dək süzəcəklər. Amma Voyager sönəndə ölməyəcək. O, milyardlarla il boyu kosmosda süzməyə davam edəcək. Onun qəlbində qızıldan hazırlanmış bir val var. O valın içində 55 dildə salamlaşma. Bəli, bizim doğma Azərbaycan dilimizdə salam mesajı da var. Yağışın səsi, bir ananın körpəsinə pıçıldadığı layla, Beethovenin simfoniyaları və hətta muğamımızın dərin səsləri gizlənib. Yəni o, sadəcə bir metal parçası deyil, bəşəriyyətin musiqisi, dili və ruhunu daşıyan bir kosmik səfirdir. Bəlkə də milyard il sonra tamamilə başqa bir sivilizasiya o valı tapacaq və bizim artıq yox olmuş dünyamızdakı o muğam səsinə qulaq asacaq. Kosmosda tək başına səyahət edən bu qoca səyyah sənə nə hiss etdirir? Bu kədərli bir son, yoxsa sonsuz bir ümidin başlanğıcıdır?